Bu dərmanı versək, qaraciyərinə ziyandır, böyrəyinə ziyandır, bu dərman nə qədər atıcıdır, bu qədər dərman vermək olmaz da. Epileptik tutmanın ziyanı var, əlbəttə böyük ziyanı. Hər tutma zamanı ən qədər beyin hüceyrələri məhv olur. Hər tutma zamanı. Ona görə həkimin birinci vəzifəsi odur ki, tutmaların qabağını alsın. Bəzən insanlar deyirlər ki, bu dərmanı versək, qaraciyərinə ziyandır, böyrəyinə ziyandır, bu dərman nə qədər atıcıdır, bu qədər dərman vermək olmaz da, böyrək, qaraciyər ziyandır. Bilirsiniz nətərdir? Adətən həkim böyrək, qaraciyərini mütəmadi olaraq yoxlayır və onları qorumaqdan ötürü əlavə dərmanlar yazır, əgər orada problem varsa. Amma o dərmanın ziyanı daha azdır, nəinki epileptik tutmanın. Epileptik tutma müalicə olmasa hər tutmada beyin hüceyrələri ölür, sonra nə əmələ gəlir? Ağıl zəifliyi əmələ gəlir, yaddaş pozğunluğu əmələ gəlir, müxtəlif beynin fəaliyyətində, insanın şuurlu fəaliyyətində kifayət qədər ciddi defektlər, qüsurlar yaranır. İnsan müalicəni yarımçıq eləyəndə, dərmanları vaxtaşı eləməyəndə, biganə yanaşanda, soyuqqanlı yanaşanda epileptik status adlanan bir hal yarana bilər. Tutma başlayır, xəstə ayılmağa macal tapmamış, yenidən tutma başlayır, ayılmağa macal tapmamış, yenidən tutma başlayır və bu, bəli, ölümlə nəticələnə bilər.